Doktor, bəs bu mürəbbələrdən hansı daha xeyirlidir? Bax, gül mürəbbəsi var masamızda. Bizim xalqın çox yaxşı bildiyi işlərdən biri mürəbbədir. Ki, soyuq dəyman varsa, zoğal mürəbbəsi, böyürtkən mürəbbəsi, qırmızı moruq mürəbbəsi və yaxud da ki, onunla eləsən, cökə çiçəyinlə qarışdır, qoy soyuq dəyməni çıxarsın. Dazotunla, çayla qəbul ilə mürəbbəni qoy soyuq dəyməni çıxarsın. Düzgün fikirdir, yoxsa yanlış? Hamısı düzgündür. Min illərdən gəlmiş təcrübədir. Bankəni qoy tərrət, nə bilim, parla nəfəs al, karton, bitkiləri dəmlə, parla nəfəs al, soyuq dəymən getsin. Hamısı düzgündür. Qızılgül mürəbbəsi, Qızılgül Azərbaycanda ən bol olduğu yer Zaqatala olub. Təbii ki, qızılgül hər şeydə, ətir də düzəldilir, ətir də gözəldir, mürəbbəsi də gözəldir və sinir sistemini sakitləşdirir, ürək döyünməni normaya salır, aritmiyada çox gözəl effekt verir. Məsləhətlidir. Məsləhətlidir. Tamam.